Bizim partnyorla münasibətimiz bizim tənəffüs sistemimizə, qan damar, sinir sistemimizə təsir edir. Virginia Universitetində belə bir təcrübə aparıblar. Bir qrup evli qadınlara kiçik dozada elektrik şoku verəcəklərini söyləyiblər. Bilirik ki, stres zamanı beyində, hipotalamusda böyümə baş verir. Hipotalamus stresin öhdəsindən gəlmək üçün aktivləşir. Həmin o evli qadınları 3 qrupa bölürlər. Elektrik şokunun verilməsini gözləyən birinci qrup qadınlarda hipotalamusda yüksək aktivləşmə müşahidə olunur. İkinci qrup qadınlara isə tanımadığı hər hansı bir şəxsin onların əlindən tutması istənilib. Bu zaman hipotalamusda yenə aktivləşmə müşahidə olunub, amma ilk qrupdakı aktivləşmə qədər deyil. Üçüncü qrup qadınlara isə sevdikləri həyat yoldaşlarının onların əlindən tutulması istənilib və elektrik şokunun verilməsini gözləyən bu qadınların hipotalamusunda heç bir aktivləşmə müşahidə olunmayıb. Yəni bu zaman onlarda heç bir stres hormonları yaranmayıb. Bu onu göstərir ki, bizim güvənli bağlarla qurduğumuz münasibətlər bizim sinir sistemimizə, tənəffüs və qan damar sistemimizə təsir edir. Bu bizim özümüzü güvəndə hiss etməyimizə səbəb olur və belə zamanlarda biz stresin öhdəsindən daha rahatlıqla gəlirik.